Salam uşaqlar, yeni toplu birinci hissədən sual cümlələrinin məchul növünün düzəldilməsinə baxırıq. Birinci sualımızda demək, choose the sentence into the passive voice. Change the sentence into the passive voice. When did they receive our message? Did receive-dən bilirik ki, keçmiş sadə zamanın məchul növünü düzəltməliyik. Ona görə də burada bizə has lazım deyil. Our message olduğu üçün bizə were də lazım deyil. Was təbii ki, our message-dən öndə olmalıydı. Sual sözündən sonra köməkçi feil gəlməliydi. Sual sözü, köməkçi feil, mübtəda, daha sonra əsas feil gəlməlidir deyə birinci sualda düzgün cavab D variantıdır. Yəni, sual cümləsi yaradanda demişik, birinci gəlir sual sözü, sonra gəlir köməkçi feil, mübtəda və əsas feil. Bu quruluşu, məsələn, C variantında da pozur. Köməkçi feildən sonra əsas feil gəlib, ancaq mübtəda gəlməli idi. Köməkçi feildən sonra mübtəda gəlməli idi. Buna görə də birinci sualda cavab olur D variantı. İkinci suala baxırıq. Who has surrounded the area? Demək, yarımçıq qalıb burada. Yenə də baxaq. Has surrounded deyir. Has surrounded uşaqlar has olduğu üçün bizdə bura artıq had lazım deyil. Has-lə düzələcək məchul. Is-dir, was-dur. Bunlar bizə lazım deyil. Ona görə də cavab olur 2-də A variantı. İndiki bitmiş zamanın məchulunu düzəldəcəyik. Has, üstəgəl been və verbimiz də 3-cü formadadır. Onsuz da elə olduğu kimi qalır. Bitmiş zamanlarda zaten verbimiz qaydalı feildir burada. Ed ilə düzəlib, qaydasız da olsa olduğu kimi qalır, qaydalı da olsa olduğu kimi qalır. Üçüncü sualımıza baxırıq. Has sent var. Bizə will lazım deyil, had lazım deyil, are lazım deyil, were lazım deyil. Has olduğu üçün bizə have has lazımdır. Ona görə də ikinci sualda, daha doğrusu üçüncü sualda cavabımız olur D variantı. Dördüncü suala baxırıq. Has written-dır. Yenə had bizə lazım deyil. Və dedik ki, sual sözündən sonra köməkçi feil gəlməlidir. Ona görə D variantını da çıxırıq. Sual sözündən sonra köməkçi feil gəlməlidir. Burada demək, baxsaq, burada məsələn, have, has var. Üçüncü formada olan feilimiz də var. Amma məchulu göstərən binimiz yoxdur. Ona görə C-ni də çıxırıq. Burada quruluş sual sözündən sonra köməkçi feil, sonra mübtəda gəlməlidir. Sonra demək, əsas feil gəlməlidir. Burada da pozulubdur bu qayda. Ancaq A variantına baxsaq, sual sözü, köməkçi feil, mübtəda və əsas feil gəlibdir. Ona görə də 4-də cavab olur A variantı. 5-ə baxırıq. Who did you give? Did-dən bildik ki, keçmiş sadə zamanın məchulunu düzəltməliyik. A variantı, məsələn, Y variantında have var. Bizə have, are lazım deyil. Çünki bunlar indiki zamandır. Bizə keçmiş zaman lazımdır. Keçmiş zaman olanlara baxsaq, sual sözündən sonra dedik, köməkçi feil gəlməli idi. Gəlməyib. 5-də A variantı getdi. C və D variantlarında da yenə baxaq görək quruluş necədir. Sual sözü, köməkçi feil, mübtəda, amma bindən istifadə edib. Biz keçmiş sadə zamanın məchulunda bindən istifadə etmirik. D variantına baxırıq. D variantında sual sözü gəlib, köməkçi feil, mübtəda və 3-cü formada olan əsas feilimiz də gəlibdir. Düzgün cavab 5-də olur D variantı. 6-ya baxırıq. Who did you send my photos to? Did send-dən bildik ki, yenə keçmiş sadə zamanın məchulunu düzəltməliyik. İndiki zaman olan are və have-i silirik. Bunların məchulunu düzəltmirik biz. Bizə was, were lazımdır deyə A-nı, C-ni və D-ni çıxardırıq. Yenə D variantına baxırıq. Yenə ardıcıllıq pozulub. Sual sözündən sonra köməkçi feil gəlməli idi, gəlməyib. C variantı ilə A variantına baxırıq. To whom were my photos sent? Bu bizim were-ümüz. Bu da send feilinin 3-cü forması. Bu məchul növümüzdür. Ardıcıllıq da düzdür. Digərinə baxırıq. Yenə bindən istifadə edib. Biz keçmiş sadə zamanın məchulunda bindən istifadə etmirik. Bitmiş zamanlarda istifadə edirik. Have, has, had olduqda istifadə edirik. 7-ci suala baxırıq. Why didn't you praise her?
didn't-dan istifadə edib. Yəni bizə yenə keçmiş zaman lazımdır. Ona görə had, has, isn't bizə lazım deyil. Yenə beni biz bitmiş zamanların məchulunda istifadə edirik. Cavab olur B variantı. Yəni have, has və yaxud da ki had olduqda biz bindən məchulda istifadə edirik. 8-ə baxırıq. Did-di keçmiş zamandır. Yenə keçmiş zamanında bizdə have, has yox idi deyə A-nı və D-ni çıxırıq. C variantında da yenə indiki zamanda çıxırıq. Və yenə bin bizə lazım deyil məchulu. Bini biz have, has, had olduqda istifadə edirik. 8-də də cavabımız olur B variantı. 9-a baxırıq. Did you send? Did send. Did you send-dən bildik ki, keçmiş zamanın məchulunu düzəldəcəyik. 9-cu sualda. Keçmiş sadə zamanın məchulunda had-di, has-di bizə lazım deyil. Onları cümlədən atırıq. Qalır A, B və D variantları. İndi A variantına baxaq. A variantında did each of guests send an invitation? Bizə was və lazımdır məchulda. Yoxdur. Was an invitation sent to göndərildi. Bu üzə məchuldur. Burada bindən istifadə edib, keçmiş sadə zamanda da bindən istifadə etmirik. 10-cu suala baxırıq. Is handing out deyir. İndiki davam edici zamanın məchul olduğu üçün being olan variantlara baxırıq. Bu cəhətdən baxsaq, məsələn, D variantında beingimiz yoxdur, C-də yoxdur, B-də yoxdur. A və Y-yə baxırıq. İndiki zamandır və indiki davam edici zamanın məchulunu, belə deyək də, məchul növünü düzəldirik. Eyni zamanda biz sual cümləsində olduğumuz üçün burada sual sözündən sonra demişik köməkçi feil gəlməlidir, gəlməyib. Ona görə 10-cu sualda cavabımız olur Y variantı. 11-ci suala baxırıq. Did bizə deyir ki, keçmiş sadə zamanın məchulunu düzəldəcəksiniz. Had, has bizə lazım deyil, is bizə lazım deyil. Have, has, had özü olanda biz istifadə edirik. Is, əmizar indiki zamandır. Biz isə keçmiş zamandayıq. Və burada məsələn being-dən istifadə edib. Biz indiki davam edici zamanın məchulunu düzəltmirik ki, being bizə lazım deyil. Ona görə 11-də cavab olur D variantı. 12-yə baxırıq. Did bizə deyir ki, keçmiş zamanın məchulunu düzəldirsiniz. Və yenə Y variantını çıxırıq. Sual sözündən sonra köməkçi feil gəlməli idi. Sual sözündən sonra köməkçi feil gəlməli idi. A variantında çıxırıq. Və bizdə keçmiş sadə zamanın məchulunda bindən istifadə etmirik. C variantında çıxırıq. Qalırıq B və D variantlarının arasında how much did the chief pay you? Deyir ki, sənə nə qədər ödəyir. Düzdürmü? Ödəyir deyirsə, burada artıq bu işi görən cümlədən atılmalıydı deyə D-ni də çıxırıq. Və 12-ci sualda cavab olur B variantı. 13-cü suala baxırıq. 13-cü sualda why did-dən deyir ki, bizə keçmiş zamanın məchulunu düzəlt. Ar olan indiki zamanda çıxırıq. B-də sual sözündən sonra köməkçi feil gəlməyib çıxırıq. Z-yi atmalıydıq cümlədən. A variantında çıxırıq. Bindən istifadə etmirik. C variantında çıxırıq. 13-cü sualda cavab olur D variantı. 14-cü sualda who sent? Send feilinin keçmişidir. Yəni, keçmiş sadə zamanı məchulunu düzəldirik. Sadəcə burada mübtədəyə sual verilib deyə sual sözündən sonra birbaşa əsas feil gəlib. Artıq köməkçi feil gəlməyib. Mübtədəyə sual verirkən sual sözü və birbaşa əsas feil gəlir. Köməkçi feil gəlmir. Demək, keçmiş zamanın məchulunu düzəltməliyik. Keçmiş zamanın məchulunu düzəltmək üçün was word-dən istifadə edirik. Biz avtomatik B variantını çıxırıq. Çünki was word yoxumuzdur. C variantını çıxırıq, bindən istifadə edibdir. Bitmiş zamanlarda bindən istifadə edirik. D variantını çıxırıq, köməkçi feildən sonra gəlibdir əsas feil. Y variantında da eyni qaydada sual sözü köməkçi feil, əsas feil gəlib. Cavab olur A variantı, sual sözü köməkçi feil mübtəda, əsas feil. Və keçmiş sadə zamanın məchuludur, was vasitəsilə düzəldilib. 14-də cavab olur A variantı. 15-ə baxırıq. 15-ci sualda wrote feilindən bilirik ki, write feilinin keçmişidir. Yenə mübtədəyə sual verilib deyə sual sözündən sonra birbaşa əsas feil gəlib. Mübtədanın sualında bu belə olur. Demək,
right feilinin də keçmişidir deyə keçmiş zamana sual veririk. Sual sözündən sonra dedik köməkçi feil gəlməlidir. B-ni çıxırıq, D-ni çıxırıq bu qaydaya uyğun olaraq. Qalırıq A, C və Y variantlarının arasında. A variantına baxaq, bindən istifadə edibdir, çıxırıq. C və Y variantlarında who wrote yox, məchul növ düzəldirik deyə cavab olur Y variantı, was were-dən istifadə edirik. 16-cı suala baxaq. 16-cı sualda does-dan bildik ki, indiki zamana sual veririk. Was keçmiş zamandır. Was keçmiş zamandır. Biz indiki zamana sual veririk. Əmizar lazımdır. B variantında yoxdur. What deyir ki, Azərbaycan bu ölkəyə nə ixrac edir? Onda Azərbaycan işi görəndir deyə onu ya bayla verməliyik, yuxarıdakı kimi ya da atmalıyıq. 16-da cavab olur C variantı. 17-də baxırıq. What problems does he touch? Does-dan istifadə olunubdur. Yəni, indiki zamana sual veririk. Was, were bizə lazım deyil. Məchul növü düzəldərkən əmizardan istifadə edəcəyik. B-də də bu yoxdur deyə 17-də cavab olur C variantı. 18-ə baxırıq. Do indiki zamana sual veririk. Onda was-u cümlədən atırıq, were-ləri cümlədən atırıq, daha doğrusu atırıq were-lər olanları. Çünki bunlar keçmiş zamanın məchul növləridir. Bizə indiki zamanın məchul növü lazımdır. Və burada işi görən Z-dir. Z pay great attention. Ona görə Z-yi də atmalıydıq ya da by ilə verməliydik. Cavab 18-də B variantı. 19-a baxırıq. Who founded this city? Keçmiş zamanında uşaqlar, demək, 19-cu suala baxırıq uşaqlar, 18 deyirəm. Keçmiş zamanın, belə deyək, məchul növünü düzəldirik. Is olanı atırıq biz cümlədən. Ona görə bizə lazımdır was, were. Was, were lazımdır. Sual sözündən sonra mübtəda birbaşa gəlmir. Ana da çıxırıq. C variantında düzdür. Sual sözü köməkçi feil, mübtəda əsas feildir. D-də bindən istifadə edib, Y-də bindən istifadə edib. Bizə lazım deyil. Keçirik 20-ci suala. What seas and oceans surrounded Great Britain? Surround indiki zamandır. Have bizim cümləmizdə yox idi. Biz də ondan istifadə etmirik. Was keçmiş zamandır. Biz də ondan istifadə etmirik. Bizə əmizə lazımdır. Been bizə lazım deyil. İki sadə zamanın məchulunda bindən də istifadə etmirik. Qalır bizə 20-ci sualda C və Y variantları. What seas and oceans are Great Britain? Burada isə is Great Britain deyir. Təbii ki, isdən istifadə edəcəyik. Ona görə də demək C variantında atırıq. Cavab olur Y variantı. Did deyir deyə 21-ci sualda keçmiş zamanın məchul növüdür bu. Keçmiş zamanın məchul növündə had, is olmur. Və were, all the news demirik. Düzdürmü? O news çünki were ilə işlənməz. Was ilə işlənər. Was, all the news. Burada being-dən istifadə edib. Bizə lazım deyil being. Davam edici zaman məchulunu düzəltmirik. Keçmiş sadə zamanın, ona görə 21-də B variantı. 22-yə baxırıq, yenə diddir, keçmiş sadə zamanın məchuludur, is indiki zamandır. Has bizim cümləmizdə yoxdur, biz də ondan istifadə etmirik. Yenə indiki bitmiş zamandır. Was all the music birində being qoyub, birində being qoyub. Nə bitmiş zaman, nə davam edici zaman deyil deyə cavab olur D variantı 22-də. 23-ə baxırıq, who accepted, accepted deyil, keçmiş zamandır. Keçmiş zamanın məchulunda was were-dən istifadə edirik. Hamısı baxıram was were-dür. Sual sözündən sonra mübtəda birbaşa gəlmir. Variantı çıxırıq. Bin istifadə edibdir. Biz məchul növü, biz bitmiş zaman məchulunu düzəltmirik. Ona görə bizə bin lazım deyil. Demək, A variantına baxırıq. Sual sözü, köməkçi feil, mübtəda əsas feil. Bu məchul növ düzdür. B variantına baxırıq. Who was accepted this project? By last month. By last month. Bu düzgün deyil. Məchul növ deyil.
Whom were accepted these projects by... Bu da yenə məchul növ deyil. Cavab olur 23-də A variantı. 24-də baxırıq. 24-də who interrupted you during the lecture? Keçmiş zamanı məchulunu düzəldirik. Bu cəhətdən demək, sual sözündən sonra mübtəda gəlmir, çıxırıq. Elə 24-də Y variantına baxdıq, düzdür. Who were you sual sözü köməkçi fe'l mübtəda, əsas fe'l məchul növdədir. Who you sual sözündən sonra mübtəda gəlmir. Been bizə lazım deyil. Çünki sadə zamanı məchulunu düzəldirik. Ona görə demək cavab qaldı Y variantı. C variantında da who were you interrupted? Burada during the lecture yazıb C variantında. Bir dənə by ilə fərqləndirilibdir. Interrupted by istifadə etməliyik. Ona görə 24-də cavab oldu Y variantı. 25-ci suala baxırıq. 25-ci sualda who is making? Is making-ə görə being olan variantlara baxırıq. Və is making deyə were olanları atırıq. Bizə indiki zamanın, indiki davam edici zamanınki lazımdır. Y-də də yoxdur. Demək, A-da da birbaşa mübtəda, sual sözündən sonra mübtəda gəlib. Ona görə B variantı. 26-ya baxırıq. Who is growing? Is growing davam edici zamandır. İndiki davam edici zaman. Were keçmiş zamandır. Were keçmiş zamandır. Bizə lazım deyil. Being və been. Been bitmiş zamanları məchuldur. Being davam edici zamanlar. Bu isə bir dəqiqə. Sadə zaman deyilmiş. Is growingdir. Is growingdir deyə uşaqlar bir dəqiqə. Is growingdir deyə indiki davam edici zamanın məchulunu axtarırıq. Were keçmiş zamandır, çıxırıq. Were keçmiş zamandır, çıxırıq. Been bitmiş zamanın məchuludur, çıxırıq. Bizə being olanlar lazımdır. B və Y variantları. Mübtədadan sonra, daha doğrusu sual sözündən sonra mübtəda gəlib deyə B-ni də çıxırıq. Cavab olur Y variantı. 27-yə baxırıq. Did keçmiş zamandır, is indiki zamandır, are indiki zamandır. Bizə lazım deyil. Z-yi də cümlədən atdıq. Çünki işi görən odur. Biz məchul növ düzəldirik. Electing yox, məchul növdə qaydalı feillər id ilə düzəlir. Ona görə C variantı. 28-ə baxırıq. When did they start? Keçmiş zaman məchulunu düzəldirik. Had və is bizə lazım deyil. Çıxdıq. Demək, cümləmizə baxaq. Cümləmizə baxdıq. Did var. Uşaqlar, yenə bizə being lazım deyil. Çünki keçmiş sadə zamanın məchulunu düzəldirik. Keçirik 28-də D və Y variantlarına baxırıq. D və Y variantlarından when was the election of president started? When were they started? Z-dən istifadə edibdir burada. Z-yi atmalıydıq cümlədən. Ona görə cavab olur 28-də Y variantı. 29-a baxırıq. Diddən keçmiş zamanın məchulunu düzəldirik. Is olanı atırıq. Çünki indiki zamandır. Being olanı atırıq. Davam edici zamanlarda biz being istifadə edirdik. Doğru ilə də were qoymarıq. Was qoyarıq deyə B variantı. 30-da did keçmiş zamanın məchulunu düzəldirik. Are olanlar indiki zamandır. Were the products being olan davam edici zamandır. C variantında çıxırıq. Qalır A və Y variantları. Baxaq, harda fərqlilik var. Z-dən istifadə edib by-sız falan. 30-da cavab qalır A variantı. O Z-mi cümlədən atırıq ya da by ilə Z-mi veririk. Ya Z-yi cümlədən atırıq ya da verəcəksə by vasitəsilə veririk. Tək başına vermirik. 30-cu sualda demək cavab oldu A variantı. Keçirik 31-ci suala. 31-ci sualda invited dəvət etdi. Keçmiş zamanın məchulunu düzəldirik deyə had və are bizə lazım deyil. Sual sözündən sonra köməkçi feil gəlməlidir. Çıxırıq. By whom were the guests? Been bitmiş zamanları məchulu. Cavab olur D variantı. 32-yə baxırıq. Sent keçmiş sadə zamanın məchuludur. Sent var deyə are və had olanları çıxırıq. Çünki indiki zamanda köməkçi feil gəlməliydi. A-nı da çıxırıq.
Been bizə lazım deyil. Bitmiş zamanlardadır. Been cavab olur C variantı. 33-ə baxırıq. Did keçmiş zamandır. Is indiki zamandır. Cümlədən atırıq. Tree sual sözündən sonra mübtəda yox, köməkçi feil gəlməli idi. Ona görə çıxdıq. Və what was the tree watered? Nə ilə sulandı? A variantı düzdür. Sual sözü, köməkçi feil, mübtəda. Burada the tree burada olmalıydı. Yeri səhvdir. Being bizə lazım deyil. 33-də cavab oldu A variantı. 34-də baxırıq. Did they repair? Did keçmiş zamandır. A-da və B-də uşaqlar ardıcıllıq pozulub. Sual sözündən sonra mübtəda gəlib olmaz. Ona görə cümlədən atırıq. C variantı düzdür. Köməkçi feil, mübtəda, əsas feil gəlibdir. D-də yeri səhvdir. Çıxırıq. Yenə Y-də də səhvdir. Çıxırıq. Cavab qaldı 34-də C variantı. 35-ə baxırıq. How much will you pay? Will olduğu üçün gələcək zamanın məşğulunu düzəldirik. Yəni, yeni cümlədən atırıq. Sual sözündən sonra he gəlməzdir. Onu da cümlədən atdıq. Yəni, 35-də B-ni və Y-ni atdıq. Will he be olmalıydı. Ya da ki, yəni, burada bir söz olmalıydı. How much will-dən sonra mübtəda gəlməliydi deyə A-nı və D-ni də çıxanda cavab qalır 35-də C variantı. 36-ya baxırıq. 36-da yenə will gəlibdir. Will be-dən istifadə edirik. A-da yoxdur will be. C-də ardıcıllıq pozulub yenə də. D-də və B-də də 36-da ardıcıllıq pozulub. Cavab olur 36-da Y variantı. Yəni will gəldi, mübtəda, əsas feil. Əsas feil B, sonra əsas feil gəlməli idi. Mübtəda B və əsas feil. 37-yə baxırıq. Is building a house. Is building indiki davam edici zamanın məşğuludur. Was bizə lazım deyil, keçmiş zamandır. Bizə being lazımdır, çünki davam edici zamanın məşğulunu düzəldirik. Və təbii ki, burada yenə mübtəda gəlib birbaşa. Ona görə 37-də də cavab oldu C variantı. 38-ə baxırıq. Are you cooking? İndiki davam edici zamanın məşğuldur deyə was olanları və has olanları çıxırıq. Bizə being lazımdır deyə 38-də cavab olur D variantı. 39-a baxırıq. Aren't the student doing? Bizə indiki davam edici zaman lazımdır. Burada sual sözündən sonra mübtəda gəlib çıxırıq. Və being olan variantlar lazımdır deyə D-ni də çıxırıq. Y-ni də çıxırıq. Və indiki zamanın məşğul lazım deyəcəyini də çıxırıq. Burada warrant yazıb cavab olur 39.